Hər vaxtınız xeyirli olsun. Bu gün mən sizə valideynlərdən daha çox gələn suallar və narahat edən məsələlərdən biri də qızdırma, bədən hərarətinin yüksəlməsi zamanı edilən yanlışlardır. İlk olaraq bədən hərarətinin yüksəlməsi zamanı uşaqlara sirkə ilə, spirt ilə ovxalamaq qəti qadağandır. Bu uşaqlarda allergik fon, dəri qıcıqlanması, nəfəs yolu allergiyası yarada bilər. Edəcəyimiz əsas qərar su ilə duş qəbul etdirmək və bədənin ovxalanmasıdır. İkinci, bədən hərarətinin 37.5, 37 olan kimi valideynlər həmən uşağın febril qıc olma, yəni qızdırmadan sudur da deyirlər, qıc olma olacaq və həmən preparatlara, dərmanlara keçirlər, qızdırma salıcı dərmanlar verməyə çalışırlar ki, bu yanlış qərardır. Hər qızdırması olan uşaq qıc olma olacaq deyə bir qanun yoxdur. Növbəti halımız bədən hərarətinin 1 və 2 gün olan zamanda həmən antibiotik terapiyaya keçirlər ki, bu yanlış qərardır. Dəqiqləşdirmək lazımdır. Törədici viral infeksiyalardır, bakterial infeksiyalardır və bu əlimizdə analizlər və sübutlar olduqdan sonra antibiotik terapiya qərarı vermək olar. Və bir də valideynlər uşaqların bədən hərarəti yüksələn zamanı həmən temperatur salıcı preparat verirlər. Ancaq necə verirlər? 2 adda, 2 molekulanı həmən yükləməyə çalışırlar ki, uşağın hökmən qızdırması, bədən hərarəti normaya düşsün. Bu yanlış qərardır. Çünki bir dərmanı istər oral və yaxud da rektal formada bədənə daxil olduqdan sonra onun bədəndə sorulma və təsir saatı var ki, bunu gözləmək lazımdır. Bəli, çox yüksək qızdırmalarda qızdırma salıcı dərmanı verdik. Tutaq ki, qızdırma 39-dur. Bu ilə yanaşı su ilə kompresin edilməsi, bədənin ovxalanması, duş qəbul etdirərək qızdırmanın yavaş-yavaş düşməsinə şərait yaratmaq lazımdır. Bədən hərarətinin birdən-birə kəskin şəkildə aşağı salınması da düzgün qərar deyildir.